Salam hörmətli izləyicilər. Bu gün sizə DİM 2025 9-cu sinif toplusundan bir maraqlı sual izahını vermək istəyirəm. Burada yeni tipli bir cədvəl görürük. Yəni necə yeni tipli? Əvvəllər də belə cədvəllər işləmişik. Sadəcə olaraq burada xanalarda belə olurdu əvvəllər. Birinci və ikinci xana fərqli cəhəti idi, üçüncü xana oxşar cəhəti idi. Amma indi üçüncüsü də yenə özünə məxsus xüsusiyyətlərini sadəcə tapırıq. Burada yəni fərqli xüsusiyyət yoxdur. Cədvələ əsasən uyğun fikirlər müəyyən edin. Cümlənin baş üzvü həmcinsdir. Biləkləri pələng, biləkləri kimi enli və tüklü idi. Necə idi? Enli idi, necə idi? Tüklü idi. Burada həmcins xəbər var. Biri götürürük. 2. Mən tərəddüd içində Eldara və nənəsinə baxdım. Kimə Eldara, kimə nənəsinə? Burada baş üzv həmcins deyil. Ona görə 2-ni çıxırıq. Tamamlıq həmcins idi. 3. Başında iri saçaqlı papaq, belində qara sümük, qəbzəli xəncər var idi. Burada nə var idi? Xəncər, nə var idi? Papaq. Burada baş üzv həmcinsdir. Lakin bizdən nə soruşulur? Cümlənin ikinci dərəcə üzvü həmcins olsun. Ona görə 3-ü götürmürük. 4. Almurad baba mənə iti və mehriban bir nəzər saldı. Baxın, iti, mehriban həmcins üzvü ikinci dərəcə üzvdür və 4-ü götürürük. 5. 5-də isə deyilir ki, cümlədə həmcins üzv yoxdur. Çobanlar və qadınlar qab götürüb qoyunları sağmağa başladılar. Görürük, çobanlar və qadınlar həmcins mübtədadır, bunu götürmürük. Mən onu məğrur başını sığalladım. Burada da heç bir həmcins üzv yoxdur. Bunu götürürük. Cavabımız oldu uşaqlar 1, 4, 6 B bəndi.